Salam, sabahın xeyir Günəş. Xoş gördük səni. Salamlayıram səni dostum. Səni görməyimə şadam. Kefsizsən? Gündən günə qarşımdakı binalar çoxalır. Səni məndən gizlədib, işığına həsrət qoyacaqlar. İşığım hər yerə çatar. Görüşərik. İşığı ben yere çatar görüşelim. Qonşu, ay qonşu, çəkil kənara. Görmürsən Günəşlə danışıram? Eşidirsən, ay qonşu? Eşitmirsən? Qışqırmanın xeyri yoxdur. Lovğadılar, eşitməzlər. Kimdir burada civildiyen? Hı? Bu mənəm, qarşındakı bina. Bina? Bina zat görmürəm axı. Diyan görüm, bu kərpiç qırıntısı özüne bina deyir. Az danış, malası tökülmüş cındır tikintiye bina demiyorlar. Bina, əlbəttə ki binaya. Əl çəkin ondan. Nə danışırsınız? Onun haqqında heç nə bilmirsiniz. Neyimize gerekti? Boy buxunumuz, qametimiz, yaraşığımız göz çıxardır. Hamı onun yanından ötüb keçir. Heç sayan da yoxdur. Amma bizə fərəhlə baxırlar. Veciv alma. Özlərindən çox razıdırlar. Düz deyirlər. Mən heç kimə lazım deyiləm. Qapımda qıfıl, heç kim kitab oxumaq istəmir. Ana dayan. Gör nə maralı evdir. Başqalarına oxşamır. Kitabxana nə deməkdir? Bu binada çoxlu kitablar var idi. Adamlar bura gəlirdilər ki, kitab oxusunlar. Bəs indi qapısını niyə qıfıllayıblar? Adamlar daha kitab oxumurlar. Gedək. Yaxşı ana. Ne deyirsən de, amma kişide en yaraşıklı bina mənim. Görün ne güzel vitrinlerim var. Yok ha, menden de yaraşıklısan. Dayan, bir dəqiqə. Bütün sizin münasibələr əhəmiyyətsizdir. Belə fiquru heç kəsdə yoxdur. Ona görə də ən yaxşısı mənəm. Gör neyle fərəhlənir. Əsas boydu. O da ki məndə. Mən sənə nə demişdim? Boş boğaz lovğadılar. Necə də xoşdur işıqlı pəncərələrə baxmaq. Mənimsə pəncərələrimdə işıq çoxdandır yoxdur. Bəlkə də onlar haqlıdırlar. Belə görkəmlə mən kimə lazımam? Salam dostum. Nədir? Kefin yoxdur? Salam Günəş. Sevinməyə səbəb yoxdur. Yadındadır o vaxtlar. Qapılarım açıq idi, adamlar gəlib gedir, mənsiz keçinməzdilər. Hə, yadımdadır. Mənim şüalarım sənin qızıl günbəzində bərq vurardı. Sən özün də balaca günəşə bənziyirdin. İndi isə mən ağır, boz buluda bənzəyirəm. Ürəyini sıxma. Sabahacan. Görəsən onlara nə lazım idi? Nə üçün gəlmişdilər? Görünür senin acınacaqlı görkəmin onlar bezdirib sökəcəklər səni. Nədir? Qorxudan divarların çatladı.
Səni söküb yerində mənim kimi gözəl bir ev tikəcəklər. Onun çoxlu pəncərələri və eyvanları olacaq. Yox. Mənim kimi işıqlı otaqlar, eyvanlar, mətbəx, daha nələr. Keyfini pozma. Dostum, her şey yaxşı olacaq. Ne çərənirsiniz? Onsuz da zavallının halı yaxşı değil. İkiniz də gərəksiz köhnəlmiş komasız. Sökülməlisiniz. Teze olmasam da möhkəməm. Sabahın xeyir dostum. Görürəm dünənkindən də qanın qaradı. Nədən qorxmusan? Dünən bura adamlar gəlmişdilər. Nəysə ölçüb yazırdılar. Deyəsən ömrümə az qalır. Nə danışırsan? Bu barədə heç düşünmə. İnanıram ki, hər şey yaxşı olacaq. Bilmirəm. Sağ ol. Axır ki bu yöndəmsiz evi sökürlər. Bu eybəcər heç də bizə yaraşmır. Görəsən yerinə nə tikəcəklər? Qoy tiksinlər, məndən yaxşı olmayacaq ki. Bu mümkün değil. Gör neye sevinirsiniz. Hiç utanmırsınız. Ah, o kitap evidir. Tamam. Sağ ol. Nədir? Nə olub? Bu işi mən heç də görmürəm. Yandım, vay. Bu nə möcüzədir? Bu ki yöndəmsiz evin günbəzidir. Bərk vurur. Ne günbəz? Hansı günbəz? Bu balacanı sökməyiblər hələ. Sökmeyiblər. Yok. Mübarektir dostum. Gördün, hər şey yaxşıdır. Mən yenə sənin günbəzində bərq vura bilərəm. Sən özün də balaca günəşə oxşayırsan. Sağ ol Günəş. Mən elə xoşbəxtəm ki, insanlara yenə də lazımam. Mən də xoşbəxtəm. Hələlik, dostum. Anacan bax, bu bina nə qədər dəyişilib gözəlləşib. Qapıları da açırdı. Gəl içəri girək. Mən də şəkilli kitab istəyirəm. Gəl. Yaxşı, gedək.